Bu çoxdur. Deməli 44-cü sualda bizə bu əslində belə çox qəliz görsənir. Amma qəliz deyil, onu sizə deyim. Deyəsiniz niyə qəlizdir? Bax, deyir ki, bu mis 2 hidroksinlə X birləşib bir duz yaradıb. O duz necə mühit verir? Oğlum, turş mühit olması üçün gərək necə olsun? Qüvvətli turşu zəiflə əsas. Zaten əsasın zəifdir, o zaman X qüvvətli turşu olmalıdır. X necə turşu olmalıdır? Məsələn, hansı ola bilər? Sülfat ola bilər, bu olmaz, bu olmaz, klorid ola bilər. Ola bilər də, elədir, elədir. İndi gəldim 2-yə baxaq. Bu əsasın nədir? Bu necə əsasdır? Zəif əsas. Deməli, bura oldu qüvvətli turşu. Gələm, yenə 2-də də mühit nə olmalıdır? O zaman bu da qüvvətli turşu olmalıdır. Nə olmalıdır? Çünki bunlardan alınan duz bu işi görə bilsin. Elə? Qüvvətli turşu lazımdır mənə. Qüvvətli turşu, bu qüvvətli turşu deyil, getdi, işte qüvvətli. Gəldi indi bura. Bu ikisində də sülfatdır da bu, ha? Deməli, ikisimiz nədir? H2SO4, eləmi? Ha? İkisində də 2 bəndi var, o da H2SO4'dür. Dördüncü turda mühit necə olur? Sülfatla bir şey birləşəndə neytral olursa, o zaman o da qüvvətli əsas olmalıdır ki, hidrolizə uğramasın. O da B variantı. Deməli, izlədiyimizdə qüvvətli əsas olmalıdır, hidrolizə olur. Həqiqətən bu kalium OH olsa, hidrolizə uğramaz, cavab verməlidir. Yəni, siz bəs nə olacaq? Bax, deyim də sizə, birinci duz olacaq, kuprum SO4. İkinci duz nə olacaq? Bunun yerinə nə oldu? H-klor, hə? Kuprum klor 2. Üçüncümüz nə olacaq? Kaliumdan klor nə verər? Kalium, klor. Bəs dördüncü duzumuz nədir? Kaliumdan SO4. Kalium 2 SO4. Bunlar hidrolizə uğramır deyə mühit nədir? Neytral. Burada da qüvvətli turşudur deyə mühit 2-də nə olacaq? Turş. Aydındır? Başa düşdünüz? Əhsən. Çətindir?